Var denən baba. Mənim ona görə ki, yoldaşlar, şikayətim budur ki, bizim millət niyə görə ac qalmalıdır? Valla da. Biz Allah adamıyıq. Çünki buradakilər, bu millət belədir ki, işləməyə gəlir. İşləyirsən, çalışsan, bu vüqardakı adamı çıxılmaz vəziyyətə qoyur. Xahiş eləyirəm. Bu vüqara demək lazım ki, bu fəhlənin pulu vaxtında verilməlidir. Qanunla biz işləyirik, işi görəndə biz Allah adamıyıq. Nə üçün ki, vüqar mən işlədimsə, o işlədimsə, onun haqqını çəkməlidir öyle. Valla da. Babundan danışır babundan, Şamaxıdakı. Mən Allah rəhmət eləsin, Şəmid babamız deyərdi ki, qorxma, bolluq olacaq. Niyə olmadı bəs? Babun götünə qoyarlar, niyə olmadı bəs? Olacaq Allah qoysa, Allah köməklik eləyəcək. Baba oğlu bir dəfə balon burasına bax. Baba oğlu. İşte, baxmaq olar. Baxarsan indi, kulturunu... Bir dənə mahnı oxu baba oğlu, o mahnılarım var. Tiyo, tiyo. Eşeğe nəsən deyir? Eşeğe nəsən anqırırdı, bir dənə çıxar səsi. İşte belə. İşte belə oxuyan da oxuyan. Mən sayısa mahnı oxudum ha. Ondan oxu bir dənə. İşte oxuyanda bellidir. Gitta, margarita, la 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 lay la lay. Lay la lay la lay. Ayım gülümse, haydi gülümse. Hay, gitta margarita, la 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 lay la lay. Lay la lay la lay. Nə adın nə oldu baba oğlu? Mənim adım Bahadır Kürdaxanlı. SMS nömrü? SMS nömrəmiz 0 deyəsən 55 olmalıdır. Ne üçün ki biz studiyadan gəlmişik yoxlamağa. Baş bizim baba. Belli görüm mən. Danış baba oğlu bir də pişi kimi yolla. Qurbaqalar nağarım. Danış görüm nağarım. Qurbaqalar sikişir. Nağarım. Şu qurbaqqa. Məsələn. Gör ki erkək qurbaqqa qaçır. Pişmədən qorxur. Bir dənə muğam oxu, bir dənə pişi oxu. Muğam oxu tutar. Bir dənə o bahana biraz yaxşıdır. Ürəyvə yatan, hə? Bax, orada var ki, yazılmışam da. Bir dənə mahnı oxuyayım. Əməlli oxuyan. Gözəl səsin var, Qəşəng səsin var, oxu baba oğlu. Bunu bir də qoyun kimi mənə bir də pişi oxu. Məncə, qoy baxımdır.